Dövlət və hökumət orqanı var ki, tikintiyə birbaşa və dolayı müdaxilə edə bilər. Və onlardan icazələr alınmalıdır, müxtəlif icazələr. Bizdə siz haqlı olaraq verilişin əvvəlindən bir neçə və dediniz ki, evlər bahadır. Bəli. Hamımız şikayətçiyik də. Bakıda elə evlər var ki, Barselonadan bahadır. Nə bilim, Rimdən bahadır. Bu biabırçılıqdır belə, əgər həyat səviyyələrini müqayisə etsə. Amma niyə bahadır sualına cavab vermək lazımdır. Niyə bahadır? Bax, o niyə bahadır sualının içində həmin o maya dəyərinə girən belə yumuşaq formada, mədəni formada desəm, izafi xərclərdir də. Daxil olur o mənzilin qiymətinə və nəticə etibarilə mənzilin qiyməti də şişir. Söhbət ondan gedir ki, bax bu 14 orqan hamısının yoxlama və nəzarət funksiyası varsa, hərəsi bir cür sahibkarın işinə də müdaxilə edir. Niyə bunu bir pəncərə sistemində keçirtməyək ki? Elə onu deyəcəkdim. Nə var ki burada? Bir xidmət növü olsun. Asan xidmət yaradılıb da, dünya gəlir, təcrübəsini öyrənir Azərbaycanın. Çox rahatdır. Niyə onu tikintini belə eləməyək? Hərəsinin ağzından da bir avaz gəlsin. Hər təşkilat da özünün maraqlarını önə çəkir. Gəl məndən icazə al. Ya bunu verirsən, bələdiyyəni o qədər gücləndirirsən ki, institusional olaraq, bələdiyyə olur doğrudan da yerli öz idarəetmə orqanı. Necə ki, Türkiyədədir, Avropadadır, yerli öz idarəetmə orqanıdır, güclü. Büdcəsi də var, səlahiyyəti də var, məsuliyyəti də var. Və bütün səlahiyyəti verirsən ona, gəlirsən, o səhv eləyəndə də gəlirsən onun dövlət olaraq boğazından yapışırsan bələdiyyənin ki, sən filan yerdə qanunu pozmursan. İndi, yəni dedim, 14 dövlət və hökumət orqanı var, müxtəlif. Müxtəlifi saydıqca bitmir. Yəni bunların hamısında müdaxilə hüququ var. O müdaxilə də Azərbaycan reallığında pul deməkdir. Və nəticə etibarilə hər şeyin maya dəyəri işir. Hər kvadrat metrin maya dəyəri işir və nəticə etibarilə görürsən ki, Bakının mərkəzində ev Barselonadan bahadır.